Həqiqət də bundan ibarətdir ki, Əli əleyhissalamın vasitəsi ilə insanların imanı ölçülər. Əli əleyhissalam bir ölçüdür. Məsələn, hər hansı bir əşyanı biz götürsək, onun enini, uzununu bilməyimiz üçün metrəyə ehtiyac var. Gərək biz əlimizdə olan metrə ilə ölçək o əşyanın, görək eni, uzunu nə qədərdir. Peyğəmbər əleyhissalam bir çox hədislərində, o cümlədən də bəzi Qur'anın bəzi ayələrində İmam Əli əleyhissalam biz müsəlmanların imanının, biz insanların müsəlmanlıq keyfiyyətinin ölçüsü olaraq İmam Əlini qərar veriblər. Peyğəmbərimiz mübarək kəlamlarının birində İmam Əliyə xitabən belə buyurur: "Lə yuhibbuka illəl mu'min." Səni yalnız və yalnız mömin olanlar sevər. "Və la yubghiduka illə münafiq." Sənə yalnız və yalnız iki üzlülər nifrət edərlər. Bu hədis müsəlman mənbələrinin ən səhih qaynaqlarında nəql olunmuş hədislərdən biridir. Və bu hədis onu göstərir ki, həqiqətən də İmam Əli əleyhissalam bizim imanımızın ölçüsünü, həcmini göstərən bir varlıqdır. Kim bilmək istəyirsə ki, onun imanının eni, uzunu məcazi mənada nə qədərdir, baxsın Əli əleyhissalama olan münasibətinə. O münasibətlə biləcək ki, onun imanının keyfiyyəti, onun imanının eni, uzunluğu necə deyərlər, nə qədərdir.